Kimsə mənim itlərə çiğ ət yedizdirdiyimi nümunə götürüb öz itlərini çiğ ətlə bəsləməsin. İtlərə çiğ yoxsa bişmiş ət verilməsi məsələsi bir çox insan tərəfindən tərəfdar məsələsinə çevrilib. Amma bu elə deyil. Burada bir neçə məqamı nəzərə almaq lazımdır. Şəxsi təcrübəni, elmi əsasları və bir də ki, itin cinsini. Mən öz itimi çiğ ətlə bəsləyirəm. Bu o demək deyil ki, fərqli it növü saxlayan insanlar da çiğ ətlə bəsləməlidir. Xeyr, elə deyil. Hər bir ətin bişmiş olsun, çiğ olsun, mənfi və müsbət cəhətləri var. Çiğ ətdə müsbət tərəfi odur ki, tərkibində olan bütün vitaminlər olduğu kimi qalır. Amma mənfi tərəfi də odur ki, düzgün istifadə olunmayanda və gigiyena qaydalarına düzgün əməl edilmədikdə itlərdə bakteriyalar artır orqanizmində. Mən belə deyim ki, bişmiş ətdə də müsbət tərəfi odur ki, bakteriyalar ölür. Mənfi tərəfi odur ki, çox bişiriləndə tərkibindəki vitaminlərin bir qismi də ölür. Yenə dediyim kimi, o bir söz var, deyir ki, bir iş görən zaman bilmirsənsə də mütəxəssisdən məsləhət al. Bu sizin şəxsi seçiminizdir. Kimdən məsləhət almağı da özünüz seçməlisiniz. Kim sizə ödənişli məsləhət verər, kim sizə ödənişsiz verər, yaxından, uzaqdan məsləhət alsınız, o sizlikdir. Amma burada bəzi şeyləri siz nəzərə alın. Sadəcə tərəfdar məsələsinə çevirməyin ki, iminli bişmiş verilməlidir, iminli çiğ verilməlidir. Burada itin sağlamlığı da rol oynayır. Ondan əlavə itin həzm sistemi də rol oynayır. Diqqətli olun.